Maliyyə naziri Sahil Babayev ötən gün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində 2026-cı il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib ki, çox az ölkədə Azərbaycandakı qədər aşağı gəlir vergisi var. Yenavaz.com xəbər verir ki, Azərbaycanda dövlət sektorunda işçilərin maaşından tutulan gəlir vergisi 14%-ə bərabərdir. Qeyd edək ki, bu qonşu ölkələrdəki Ermənistan və Gürcüstandakı analoji göstəricidən aşağıdır. Lakin onu da qeyd edək ki, Ermənistanda və Gürcüstanda orta aylıq əmək haqqının məbləği Azərbaycanla müqayisədə yüksək olduğu üçün həmin ölkələrdə insanların sərəncamında daha çox vəsait qalır. Açıqlanan son rəsmi məlumata görə Azərbaycanda dövlət sektorunda orta aylıq əmək haqqı 1063,6 manat təşkil edir. Bu məbləğdən 14% gəlir vergisi 148,9 manat tutulur. Həmçinin sosial sığorta, işsizlik və icbari tibbi sığorta üçün ödənişlər edilir ki, bu da ümumilikdə 58,6 manat edir. Cəmi 207,5 manat kəsildikdən sonra işçinin əlinə 856,1 manat keçir. Ermənistanda orta aylıq maaş 294.983 dram təşkil edib. İşçilərin əmək haqqından 20% gəlir vergisi, 5% pensiya fondu ayırması və 5500 dram məbləğində hərbi sığorta haqqı tutulur. Ümumi tutulma 79.246 dram olur və işçinin xalis maaşı 215.737 dram səviyyəsində qalır. Gürcüstanda orta aylıq əmək haqqı 2212 layirə olub. İşçilərin əmək haqqından 20% gəlir vergisi və 2% pensiya sığortası tutulur. Cəmi 486,6 layirə çıxıldıqdan sonra vətəndaşın sərəncamında 1725 layirə qalır. Açıqlanan məlumatlardan da göründüyü kimi, gəlir vergisi dərəcəsi Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanda aşağı olsa da, işçilərin sərəncamında qalan vəsait bu ölkələrə nisbətən Azərbaycanda daha azdır. Ermənistan, Azərbaycan və Gürcüstanda orta aylıq əmək haqqı və tutulmalar belə olub.